edək məsələn suallarına düzgün cavab ilə bağlı. Deyək, klaster tamlayan fikirləri müəyyən edin. Toxtamış işğalçı hökmdardır. Bəli, bu düzgün fikirdir. Deməli, düzləri tapmaq lazımdır. Dərbənd keçənləri keçməsi əhəmiyyətli hesab edir. Bəli, düzdür. Düşmənin necə həmlə edəcəyini qabaqcadan dəqiq bilir. Dəqiq bilmək fikri yanlış fikirdir. Yaranmış fürsəti dəyərləndirir. Bəli, 3 düzdür. Şirvanşah İbrahim müttəfiqi ilə danışıqlar aparır. Xeyr, şəhərin boş olduğunu güman edib döyüşlər şəhərə daxil əmri verir. Cavab olacaq E. Deyir ki, üzərində rəqəm yazılmış sözlər sırasına uyğunluğu müəyyən edin. Birinci sözümüz deməli Şirvan üzərinə yerimək, ikinci isə biraz irəli yeridir. Şirvan üzərinə yerimək deməli hücum etmək mənasındadır. Birə olar C, 2-də isə irəli yerimək, addımlamaq mənasında A olar. Bir də ki, D bir qoca deyir, köhnə paltar əynində yeriyirdi. Bir də C2-yə A deyir, cavab olacaq E variantı. 43-ə baxaq. Deyir, əvvəlində rəqəm yazılmış hansı cümlə mətndən çıxarsa məzmununa xələl gəlməz. Bu 4-5-ci cümlələrdir. Çünki o cümlələr çıxarılsa da, onsuz da o cümlələrlə bağlı əvvəldə və sonrada müəyyən bir fikirlər var. Yəni, belə deyək də, vacib bir məqam deyil o qədər də. Keçək 44-ə. Mətn əsasən cədvələ uyğun fikirləri müəyyən edin. Doğru, yanlış ehtimal. Toxtamışın deyib planları arasında maddi mənfəət əldə etmək vardı. Bəli, bir düzgün fikirdir. Aha, bir düzgün fikirdir. Şirvanşah İbrahim əhali Dərbətdən zorla çıxartmışdı. Zorla çıxartmaq məsələsi yoxdur. 2 səhvdir. 2-ci cavablardan çıxaq. Qalada müqavimətlə qarşılaşan, Qaralda müqavimətlə qarşılaşmır. 3 səhv fikir, 3-ü götürərik. Dərbən üzərində hücuma keçən döyüşlər qala divarını dağıtmaq üçün göstəriş almışlar. Bəli, düzdür. Sonra digərlərinə baxaq. Deyir, Çapanın gətirdiyi xəbər Toxtamış xanın əhval rüyəsinin dəyişikliyə səbəb oldu. Bu da %100 doğru fikirdir. 5 düzgün fikirdir. Ehtimal sayılmaz. 5-də cavablardan çıxaq. Şirvanşah İbrahimlə Əmir Teymur arasında soyuqluq vardı. Bəli, bunu ehtimal eləmək olar. Cavab olacaq D variantı. Keçək 45-ci suala. Deyir, mətn əsasən səbəbini müəyyən etmək mümkün deyil. Əmir Teymurun Kür çayının sahilində düşərgə salınmasının səbəbi məlum deyildi. Döyüşçülərin şəhərin hazırlarına yaxınlaşa bilməməsinin səbəbi var idi. Çünki başlarına oradan nələr satırdılar. Çormağın xanın heyrətlənməsinin səbəbi var idi. Çünki qala boş idi. Qalanın içindəki sakitliyində səbəbi var idi. Toxtamış xanın Əmir Teymurun ədavət bəsləməsinin səbəbi yox idi. Cavab olacaq B. Deyir, əvvəlində şairə qoyulmuş sözlərin qarşılığını kontekst əsasən müəyyən edib yazın. Deməli, təyin etmək, müəyyən etmək olar. Kələkdəki deyir ki, nəsə bir kələyi var. Hiyləsi var mənasında. 47 deyir, altından xətt çəkilmiş cümlələrdə mətnin səciyyəvi üslubu xüsusiyyətinə uyğun zənginləşdirməklə yenidən yazın. Demək, görünür müttəfiq İbrahimə kömək etmək fikrində deyil. Görünür, məsələn, gecə-gündüz can deyib can eşitdiyi İbrahimə kömək etmək fikrində deyil. Belə yazmaq olar və yaxud da başqa cür yaza bilərsiniz. Qaladakı sakitliyi görən Toxtamış xan da narahat oldu. Qaladakı, məsələn, uzun müddətli, qalanın sükut içərisində görən Toxtamış xan da narahat oldu və yaxud da bu tip ifadəli cümlələrlə zənginləşdirmək olar. Şirvanşah İbrahim obrazı ilə bağlı cədvəl doldurun. Yəqin ki, onun xarakter xüsusiyyəti ilə bağlıdır. Yazmaq olar ki, tədbirlidir, öncədən hər şeyi qiymətləndirir və s. ifadələr yazmaq olar. İndi bilmirəm o cədvəl hansı formadadır. Keçək Azərbaycanda parçacılıq sənədi mətninə. Deyir, mətnin üzərində rəqəm yazılmış sözlərdən biri hansı nümunədəki kontekstə görə mətndəki mənasında işlədilmişdir. Üzərində rəqəm yazılmış sözlərimizə baxaq. Gəlin, birinci deyir ki, sənin taleyində də bu yazılıbmış qızım. Burada məxəzlərdə yazılmaqla yazılmaq eyni mənada deyil. 5-də deyir, təcrübələr bu fikrin doğru olduğunu göstərir. Göstərmək, sübut etmək mənasında. Bəli, 5 olar deyir, araşdırmalar göstərir ki, bu parça əvvəllər İstanbulda antik mallar alverçisində olmuşdu. Elə cavab olar D variantı. Mətnin altından xətt çəkmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Deməli, məmulat istehsal olmuş, hazırlanmış şey məhsuldur. B olmaz. Məxəzlər sənət mənbədir. Sonra hansı sözlərimiz var? Davamlı, çətin dağılan, gec yırtılan mənasındadır. Sonra antik mallardakı nadir tapılan, dəyərli olan cavab olar A. 53-də deyir ki, mətnə əsasən uyğunluq fikirləri müəyyən edilir. Deməli, doğru, yanlış və ehtimal. Azərbaycan parçacılıq sənət nümunələri qanzas məqsədlə satılıb, bəli, bunu düzgün götürmək olar. Parçacılıq sənətkarlar sadəcə ipək parça satılır, xeyr, orada müxtəlif parça istehsalı var idi. 2 səhvdir, 2-ci cavablardan çıxaq. Yanlışdır. Azərbaycan parçaları haqqında müxtəlif mənbələrdən məlumat almaq mümkündür, bəli, düzdür. 3 düzdür, amma yanlış altdan verdiyinə görə 3-də çıxaq. Deyir, Şamaxı və Təbriz bəyinə rus çarı üçün geyim hazırlanması 9-12-ci əsrlərin mənbələrində rast gəlinir. Gəlin baxaq.
Baxın, burada deyir ki, sonraki yazılı mənbələrdə 1663-cü ildə Şamaxıya və Təbrizə parça almağa göndərilən ekspedisiyadan və Şamaxı bəyindən Rusçarı Romanov üçün paltar tikilməsindən bəhs olunur. 63-cü ildən söhbət gedir. Burada nə deyir? 9-12-ci əsrdə mənbələrə rast gəlinir. Bu 4 səhvdir. Sonra ehtimal. Əntiq mallar alverçisi bir neçə hissəyə bölərək müxtəlif şəxslərə satdığı parçanı Təbriz şəhərindən almışdı. Sonra Şərq Xalqları Muzeyində saxlanan parçanın üzərində düşmənin ələ keçirilməsi təsvir olunmuşdu. Cavab olar 1, 4 və 5. E variantı. İşarələnmir bu. E variantı. Keçək 54-də. 54-də bizdən istəyir ki, deməli, Şamaxı və Təbriz ilə bağlı yanlış fikirlər seçmək lazımdır. Xalq mahnısına burada toxunan parçaya işarə edilir. Bəli, düzdür. Şamaxı haqqında bu məlumat düzdür. Biri cavablardan çıxaq. Bizə səhv lazımdır. Mənbələrdə buraya ticarət məqsədilə göndərilən heyətdən söhbət açır. Aha. Baxın, bu ortaq yazılan bir fikirdir. 2 səhvdir. Parça toxucuları da şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. Bu Təbrizə aid olan fikirdir. 3 də səhvdir. Bəzi imalatxanalarda hazırlanan parçalar yüksək qiymətlə satılırdı. Aha, bu hər ikisi üçün ortaq fikirdir. Parça toxuyan sənətkarların qiymətli metallardan da istifadə edirdilər. Aha, bu da yenə hər ikisi üçün ortaq fikirdir. Səhvdir. Burada toxunmuş parçanın hissələri müxtəlif muzeylərdə saxlanır. Düzdür. Cavab olacaq E variantı. Keçək 55-ə. Deyir, məşhur fransız sənətkar deyir, Mijon Müsəlman İncəsənəti kitabında onlar elə bil 1001 gecə nağıllarına çəkilmiş illüstrasiyadır yazaraq bu sənət nümunələrinin məhdudluğunu etiraf etmiş cümləsi mətndəki nöqtələrin nömrələnmişdir. Hansı çərçivənin yerini artırırsa, cümləsində məzmun ardıcılı pozulmaz. Baxın, məşhur fransız sənətşünasdan danışır, kitabından danışır və s. Gəlin görək bunu hansı hissəyə artırsaq, heç bir xələl gəlməz. 5-ə artırmaq olmaz, çünki orada artıq Azərbaycanda parti sənətinin böyük zərbə vurmağından danışır. Tarixində məşəqqətli illər olmuşdu. Məşəqqətli illərdə o fikirdə aid etmək olmaz. Baxın, 3-ü aid etmək olar. Çünki burada naxışlar arasında nağıl qəhrəmanlarından danışır, klassik şairlərdən, Nizami Gəncəvin əsərlərindən obrazlar yaradıldığından danışır. Sualımızda nədir? Məşhur fransız sənətkar deyir, Müsəlman İncəsənəti kitabında onlar elə bil 1001 gecə nağıllarına çəkilmiş illüstrasiya yazaraq bu sənət nümunənin məhdudluğunu etiraf etmişdir. Cavab olacaq C variantı. Keçək 56-cı suala. Mətndə sizə cədvəl tamamlayın. İndi cədvəlimiz görmürük. Əvvəlində şairə qoymuş sözlər əsasında cədvəl doldurun. Mətndə çərçivədə alınmış cümlədə uyğun düzəlişlər etməklə cümləni yenidən yazın. Mətnin deyir ki, müxtəlif tərkib hissəni bir-birlə ziddiyyət təşkil edən cümlələri müəyyən edək yazın. Azərbaycan parçalarının şöhrət qazanmasında müxtəlif sənət sahələrində rolu olmuşdur. Fikrini mətnlə əlaqələndirib fikrinizi yazın. Deyir ki, Səfəvilər tarixində Azərbaycanda olmuş məşhur fransız səyyahı Sarden burada müxtəlif parça növlərinin toxunduğunu gündəliyində istinad etmişdi.